Bax fikir verirsiniz. Nəmruda bax, hegemon. Dünyaya zülm göstərən bir hökmdar. Gəldi o boyda nəhəng Allah düşmənini bir də milçik öldürdü. Firon lətif bir maddədə boğuldu suda. Su incə bir lətafət olsa da suda artıq içiləndə dərdir. İncə deyil, lətifdir su, hə? Boğdu Fironu. O boyda Əbrəhənin fillərini xırda. Əbabil quşları yerdilər, daş atdılar, öldürdülər. Bütün bunlarla Allah Teala deyir ki, Allah əgər istəsən nəhəng düşmənləri ən xırda şeylərlə məhv eləyər, amma lazım olsa dostunu bir hörümçək toru ilə qoruyar. Yəni heç kəs gücünə, qüdrətinə arxalanmasın. Əgər Allah bir şey istəyirsə, dostunu hörümçək toru ilə saxlayacaq, düşmənini də hələ əbabil quşları ilə, milçəklə filanla öldürəcək. Bu bizə bir dənə dərsdir. İlahi bir mesajdır.